Dekabrın 18-də Ağcabədi rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin və rayon polis şöbəsinin təşkilatçılığı ilə Ağcabədi Pedaqoji Kollecində narkomaniyanın, insan alverinin, erkən nikahların fəsadlarına dair maarifləndirmə tədbiri keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Hafiz Hüseynov erkən nikahın fəsadlarından bəhs edib. Belə neqativ hallara qarşı təhsil müəssisələrində, ictimaiyyət arasında, kütləvi informasiya vasitələrində davamlı izahat, maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb. Ağcabədi rayon polis şöbəsinin rəis müavini Elmir Dəmirçiyev isə çıxışında insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın atmasına təkan verən, bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniya haqqında məlumat verib. Sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirən Elmir Dəmirçiyev hər bir yeniyetməni, gənci narkomaniyaya yox deməyə çağırıb. O qeyd edib ki, bu bəla təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, ümumilikdə bəşəriyyətin gələcəyi üçün təhlükəyə çevrilə bilər. Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Aygün Qasımlı tədbirdə çıxış edərək insan alverinə qarşı aparılan mübarizədən danışıb. Ölkəmizdə bu sahədə problemlərin aradan qaldırılması istiqamətində kompleks tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Sonda isə Ağcabədi Pedaqoji Kollecinin direktoru Bəxtiyar Əliyev çıxış edərək bu kimi tədbirlərin davamlı keçirilməsinin, gənclərin maarifləndirilməsinin vacib olduğunu bildirib. Yekunda iştirakçıların sualları cavablandırılıb. Gündüz Sevindik, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.